Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlarımız. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Öncədən də xəbər verdiyimiz kimi küləklərlə bağlı şiddətli küləklərin olması gözlənilirdi və verilən proqnozlar bir daha özünü doğrultdu. Hal-hazırda Bakı-Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq çox şiddətli külək əsir və bu şiddətli küləkdə sizləri əhalini tədbirli olmağa çağırırıq. Müəyyən tədbirlərinizi əldən görməyin və həmçinin əldən buraxmayın və həmçinin müəyyən məsələlərlə bağlı ehtiyatlı olun, küləyin əsməsi ilə bağlı. Külək nə zamana kimi davam edəcək? Yaxın 2 gün ərzində, bugün və sabah öz şiddətini davam etdirəcək. Hal-hazırda dediyimiz kimi narıncı xəbərdarlıq və narıncı xəbərdarlığa uyğun olaraq şiddətli külək Bakı-Abşeron yarımadası var. Respublikanın bəzi ərazilərində küləklər davam edəcək. Bugün günün ikinci yarısına etibarən isə ölkə ərazisinə küləklərlə yanaşı yağıntıların da daxil olması ehtimalı var. Axşam və gecə saatlarında respublikamızın əksər bölgələrində yağıntıların olması, bəzi ərazilərdə yağıntıların bir qədər intensiv və güclü olması, dolu düşməsi gözlənilir və mən sizə öncədən də demişdim ki, üşüyəcək, həqiqətən də soyuq hava öz belə deyək də effektini göstərəcək. Bakı-Abşeron yarımadasında da havanın bir qədər temperaturun aşağı düşməsi hal-hazırda müşahidə olunur və bu temperaturların gecə saatlarında daha aşağı düşməsi ehtimalı var. Bakı-Abşeron yarımadası 17-18 dərəcə kimi temperaturun düşməsi ehtimalı var və qeyd etdiyimiz ki, yağıntılarda gözlənilir. Bir sıra ərazilərdə dolu düşməsi, yağıntı yağması və qeyd etdiyim kimi ən yüksək dağlıq və dağətəyi bölgələrdə yağıntıların sulu qar və qara keçməsi ehtimalı var. Sizlər üçün çalışırıq, sizlər üçün operativ məlumatlar verməyə çalışırıq dəyərli dostlar. Çünki sizləri çox sevirik. Sizlərdən əziyyətə dəyər olaraq, qiymət olaraq xahiş edirik. Hər zaman bizim statuslarımızı, videolarımızı bəyənin, paylaşın, öz rəyinizi bildirin və ən nəhayət gündə 3 dəfə canlı yayımda oluruq. Çalışın canlı yayımlarda bizimlə bərabər olduğunuzu göstərin. Uğurlar hər kəsə.